Herkese selam dostlar, necəsiz? Bugün sizlərlə nə edirik? Elə bil ki, bugün gedirik bunları yedik. Koymuştum onu. Bugün nə edirik? Heyvanları yemləyəcəyik. Demək olur, burada da bax, tutanlarını hazırlamışam. Tutacağımız da burada. İndi hazırlayıb gedirik. Bu şapkanı da götürüm sizə də çöl bu dəqiqə. Baxın bir dəqiqə. Bu vəziyyətdədir. Yəni ki, çox istidir. Havamızı taxdıq belə. İndi getdik. Dostlar, kameranı hazırladım. İndi gedək. Gedək görək hara gedirik indi. Kamera biraz bərkidim. Yani çok istidir hava. 30 derece falan var. Şimdi çölə çıxaq. Gedək heyvanlara baxaq. Videonu dayandırın, bəhlədə gedən də açarıq. Bu video bu arada toyuq damı hazırlayırıq olacaq. İndi isə gedək. Buranı da düşündük ki, gələcəkdə 1-2-3 aya oyun otağı hazırlamaq. Nədir? Hardasa remontsuz vəziyyətdədir. Remont eləyib oyun otağı eləyəcəyik. Videonu məhlədə açacağım. Dostlar, çıxdıq çölə. Getdim burada. İndi maşının işıqları yanlı qalman keçirdim. Keçirdik. Dostlar, gedək. Məhləyə gedirik. Buranın qapısını nətər açım. Açıldı. Videom bu dəfə az çəkim. 10 dəqiqə falan olur. Gedək məhələni göstərdim sizə. Burada çiçəklər var. Çimirlər hal-hazırda. Bu çimliklərini də göstərdim. Dəqiqə maraqlıdır. Nədir bu? Orada da yeşələri var. Buradakı təzə toyuqlar da aldıq dünən. Buradakı quşlar da. Quşlarımın balalarıdır. Ana budur. Bu anadır. Bu atadır. Bu o birisi balasıdır. Bunlar da təzə balalardır. Bıraxmam çünkü burada toyuqlar var. Toyuqları bıraxmışıq. Toyuq edit eləyək bir dənə. Yəni toyuq edit. Toyuq edit. Burada soğanlar var. Yəqin ki vermiş ki yesinlər toyuqlara. İndi gedək məhələni gəzək, məhələni tur eləyirik. Burada gördüyünüz kimi təzə dam hazırlayırıq. Ayda! Dostlar, bayaq yıxıldım. Buradakı daş ayağım ilişdi, yıxıldım. Heç nə olmadı ancaq. İndi isə damı görsədək. Belə damdır. Hal-hazırda hazırlanır. Belə. Gördüyünüz kimi belə. Dünən işığını çəkdik. Hal-hazırda bir həftə olar ki hazırlamışıq. Burada da işığını çəkmişik. Hələ toka quraşdırmamışıq. Buradan gedirik gördüyünüz kimi. Düz. O başa kimi. Oradan da yəqin bu mağazaya qoşulacaq. Orada işte iç hissələrin işi qutarıb qaldı. Folluqlar hazırlamaq. Onu da part 2, part 3 videolarını çəkəcəm, sizə göstərəcəm.
İndi biraz da mehləncəzək. Burada da bir dənə qəşəng şüşə. Gördüyünüz kimi. Böyle bir damdı. Dostlar, gələk indi görək neyinidik. Biraz məhlə bu damın arxa hissəsini gəzək. Çox günəşli daha. O görə kamera günəşli yerlərdə yaxşı çəkə bilmir. Belə qəşəng çəkir. Bu da damın şüşəsi. Yəqin ki, buradan da bir dənə pet çıxacaq. Pet, toyuqlar üşüməsin deyə qışda. Burada da baçoklardır. Belə kubiklər, qəşəng kərpiçlər. Gedək görək hara gedirik. Bu kameranı fırlayayım. Buranın içi bu taxtalarla doluydu. Yəni ki, bu yox idi, heç kərpiç yox idi. 2 dənə taxtaydı, üstündə də bir dənə pambıq krişa idi yəqin ki. Onları da qoymuşduq, elə belə dam idi. Siment də yox idi altında. Hazırladıq, bir həftə çəkdi, usta gəldi. Hördü divarları. Bu qədər. Bu taxtalar idi içi dolu. Bunu da söktük, buradan çıxartdıq. Buranın toyuq damı eləməyə yaxımıza gəldi. Toyuqlar üşüməsin deyə bura tük qoymuşuq. Altipon. Deyirəm, bax, bu divarlara toyuq, təkərlərdən toyuq kolluğu hazırlamaq olar. Hazırlaya bilərik. Bu da toyuq kolluğun biri. Belədir. Əslində bıldırcın damıydı. Bıldırcınlarımızı da kəsdik, yedik. Burada açıqlıq qalır, onu sılaq vuracaq. Onu tutar. Burada folluqlar, bu taxtalarla da folluqlar hazırlayacaq. Getdik, biraz gəzək. Buraları görək nələr var. Biraz tez eləyək videomu tutduğum yaxınlığım yer buradır. Belə bura qazlarımızın yeridir. Bu biberdir. Şirin biber. Burada almalar var. Ağaca edit gəlsin bir dənə. Burada da belə gəzirik. Ördəklər buraya geçmir. Hava istilik. İstinin təsirində heç kimi işini eləyəmir. Həm çimir. Gedək görək quşlar nə qırır. 8-9 dəqiqəlik video olsa yaxşı olar. Bu ikisi baladır, hələ heç 1 aylıq deyil. Bu amma 2 aylıqdır, bunların balasıdır. Bunun bir də o ağın balasıdır. Bu da yuvaları. Təzə yuva tikirik, göyərçinlərə də o videoda gələcək. O da amma bu kərpiçlərlə tikəcək. Toyuqlardan, toyuq damından artıq qalan kərpiçlərlə. Burada da böyük toyuqlarımız var. Köynədən qalan. İçərisi qaranlıqdır deyirsiniz. Burada üzüm bağıdır. Belə gəzirik. Meşəliyə oxşuyur. Buradan da biraz üzüm yeyək. Burada güllər. Oldu dostlar. Sağ olun, görüşənə dək. Bir də ki, toyuqların balıqlarını tikəndə videonu açacağım. Bir yerdə baxarıq tikilişə. Sağ olun, görüşərik. Like atıp abone olmağı unutmayın. Daim videolara baxın.